Hə, bir də bunu burada sizdən çox xahiş edirəm. Mən hər kəs bəllidir ki, mən keçən il ziyarətə getdim, o müqəddəs torpaqlara getdim. Keçən Ramazanda mən Kəbədə oldum və orada dualarımı etdim və oradan da qapandım. Bir kərəmli mən artıq qapalıyam. Çox şükür Rəbbimə ki, Allah mənim dualarımı eşitdi və mən arzularıma çatdım ki, mən getdim. O yolu Allah mənə qismət elədi. Getdim, Allah hər kəsə qismət eləsin. Yəni mən baxırdım ki, şəkillər hamısı açıq formada olan şəkillərimdir. Təbii ki, bu günə qədər, keçən ilə qədər daha doğrusu açıq şəkillərim var. Onlarla heç silmirəm də, nədən silim? Zaten görənlər görmüş o şəkilləri. Amma ondan sonra məsələn mən qapandıımsa, o qapalı şəkillərim bilirlər, hər kəs qapalıyam və hər kəs də o qapalı şəkillərimi istifadə edib onlardan paylaşım etməyini rica etmişəm. Amma çox təəssüf, ona görə də mən onların təbriklərini belə şəxsdə təbrik edirlər, onlara təbriklərimi, fikirlərimi bildirdim, amma onların statusda qoyduqlarını mən paylaşa bilmədim. Çünki ona görə ki, hamısı açıq şəkillərim idi. Dostlar, Rəbbim hər birimizi imana gətirsin, Rəbbim hər birimizin ürəyindən keçən arzularımızı həyata keçirsin inşallah. Nə yaxşı ki, sizlər varsınız, nə yaxşı ki, bu günü mənimlə bərabərsiniz, nə yaxşı, nə olsun, mən uzaqdayam bilirsiniz, vətəndə deyiləm. Kıbrısdayam. Allah nəsib edərsə, yaxın zamanda dönərəm vətənə. Mən burada işləyirəm, hər kəs bilir. Yəni, bugün inşallah Allahın izni ilə mən burada özümü yalnız saymadım. İndi birazdan mənim burada da dostlarım var. Türklər dostlarım var, qadınlarım, xanımlar var, gələcəklər. Türklərin diləyəcəm, pastamı kəsəcəklər. Mən onları bəkləyirəm, onları gözləyirəm. Amma mən hər il Azərbaycanımda olurdum və hər il orada məni yaxınlarım, dostlarım, sevdiklərim, əzizlərim məni təbrik edirlər. Amma bugünümüz şükür ki, burada da özümə yaxın dost, bacı tapdım. Rəbbimə şükürlər olsun. Allah Taala